Salam, gəlin bu suala baxaq. Tənliyin köklərinin kvadratları cəmi ən kiçik qiymət alır deyir. Yəni, məndən istəyir x1-in kvadratı üstəgələk x2-nin kvadratını nə vaxt ən kiçik qiymət alar? Bunu tapmaq üçün mən bu düsturu açacağım. x1 üstəgəl x2-nin kvadratı minus 2 x1 x2 yazacağım. Tənliyin köklərinin cəmiyyətə görə x1 üstəgəl x2 mənfi b üstəgəl 2-yə bərabərdir. Tənliyin köklərin hasili isə bərabərdir mənfi b üstəgəl 5-ə. Gətirib düsturda yerinə yazsam, mənfini burada nəzərə almasam da olar, onsuz da kvadratdır. b üstəgəl 2-nin kvadratı minus 2 vurulsun. Mənfi b üstəgəl 5 bərabərdir. Buradan düsturu açıram. b kvadratı üstəgəl 4b üstəgəl 4 üstəgəl 2b çıxılsın 10. Sadələşdirsəm, b kvadratı 4b-dən 2b-nin cəmi 6b, ondan 4 çıx 6. Burada deməli b-nin hansı qiymətini düsturdan da yaza bilərsiniz, amma mən tam kvadrat ayırmaqla yazıram. 6-nın yarısı nə eləyir? 3 eləyir. Yazıram b üstəgəl 3-ün kvadratı. Burada 3-ün kvadratı 9 eləyir. 9-un üzərinə nə gəlsəm, mənfi 6 eləyər. 15 gəlsəm, mənfi 15 gəlsəm. Deməli, ən kiçik qiyməti mənfi 15-dir. Ən kiçik qiyməti harada alır? Mənfi 3-də. Bizdə mənfi 3 istəyir. Yəni, deyək, b-nin hansı qiymətində tənlik ən kiçik qiymətini alır. Ən kiçik qiyməti almaq üçün b-nin yerinə mənfi 3 qoymalısan ki, bura 0 olsun. Mötərizə 0 olsun ki, mənfi 15 olsun. Bir sözdən cavabımız olur mənfi 3.